Fəxrəddin Manafovun 36 ildir ki efirlərdə verilməyən filmi olan Gecə qatarında qətl filmi haqqında bugün sizlərə danışmaq istəyirik. Film 1990-cı ildə çəkilmişdi. Filmin rejissoru Şeyx Əbdüldür. Filmdə hadisələr Rüstəm adlı şəxsdən gedir. O, Əfqanistan müharibəsindən qayıdır və sonra evə dönür. Lakin başı soyuq, inadkar və sərbəst xarakteri səbəbindən cinayətkar aləmə, yəni mafiyos Nağıyevə qoşulur. Bundan sonra filmin gedişatı çox dəyişir. Film müharibədən qayıdan gənclərin cəmiyyətə uyğunlaşma problemlərini, cinayətkarlıq, başı pozuqluq və taleyin faciəsini göstərir. Film öz dövründə qalmaqallı sayılırdı. Lakin Moskvada birinci kanalda nümayiş olunduqdan sonra böyük tamaşaçı kütləsi qazandı və birinci kateqoriya statusu aldı. Azərbaycan kinosunun 1980-90-cı illər sonu üçün ən uğurlu filmlərindən biri kimi qiymətləndirildi. Filmdə maraqlı faktlardan biri də budur ki, film nümayiş olunduqdan sonra 3 nəfəri həbsxanadan azad edirlər.